Selamünaleyküm, hər vaxtınız xeyir olsun. Deməli, bax burasını opat deyil. Göstərək bax. Stikin altından. Bir də bax burası, arxa səsindən burası. Göstərək yanı tanısadığında. Bir də burasını opat deyil. Əsas bakın patlama səbəbi altının düzlüyüdür, bir də çox günün altına qalmaqdandır. Amma normalde bu bakın altı da yəni, əynin yedi yox. Bax, düz olub, yenə patlayıb. Mesela ya istenkası naziydi, ya bax, firmada problem var. Biraz çox günün altına qalır. Yəni deyəm, günün altına qalsa belə yəni 2 rəngdən bir dənə bıraxmalı deyil. Bir dənə bıraxmalıdır. Məsələn, inşallah bir dənə mərhaba edib təzdən çəkərik. Bir dənə vaxtınız xeyir olsun demək. Bax, buradan patlamışdı. Bir dənə fırsatla patlamışdı. Göstərəcəm sizə. Bu xammaldan poterindən istifadə edirik. Həm suyu təmiz saxlayır, həm də möhkəminə görə. İşə zamanı tərəf 5 il veririk. Baxın, mesela parfum iynə bir də bıraxmır. Yəni sırf xammaldır da belə deyim. Reaksiya girəndən sonra ehtimal sıfırdır, bıraxa bilməzsən. 5 il deyirik, 5 il müştəridir ki, yəni mənə zamanət ver. Yəni ona görə 5 il deyirik. Belə deyirsən, Bakı daxili bütün ondan gəlir. Bakının kəndləri olsun, şəhərli olsun, fərq eləməz. 10 ton, 20 ton olsun düzəldirik. Belə deyirsən, burada Bakının kəndlərindən biridir. Döşvatandır. Xeyirli olsun, Allah xeyirli versin.